15 iyun 2026-cı il tarixidir. Yaz fəslinin 86-cı günü, Zülhicə ayının 29-cu günüdür. Zülhicə ayının sonuncu həftəsinin sonuncu birinci bazar ertəsidir. Həftəmiz və günümüz xeyirli uğurlu keçsin deyirəm və bugün də çoxlu uğurlar qazanaq, çoxlu ruzimiz olsun, ən əsası canımız sağ olsun, qulağımız dinc olsun, sülh və əmin-amanlıq, firavanlıq şəraitində olaq, amin inşallah. Bununla yanaşı 15 iyun günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar və eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı, sülh əmin-amanlıqlı, qulaq deşdiyi ilə gözəl, bol hərəkətli, ruzili bir gün keçirməyi arzu edirəm. 15 iyun günündə təhsili ilə məşğul olan məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehni açıqlığı, yol açıqlığı, iş avadlığı arzularım. Qarşılarına qoyduqları məqsədlərə, hədəflərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. 15 iyun günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlarına can sağlığı, səbir diləyirəm. 15 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Bol bərəkətli, qulaq dişliyi ilə, sülh əmin-amanlıqlı, firavanlıqlı bir gün keçirmələrini, bir həftə keçirmələrini arzu edirəm. 15 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 15 iyun günündə də demək tarixi günlər vardır. 15 iyun günündə olan tarixi günlər bunlardır. 15 iyun 1389-cu ildə Kosovo döyüşü Osmanlı dövləti Serblər və Bosniyalarla həlledici döyüşdə qələbə qazandığı gündür. Bununla yanaşı 15 iyun 1808-ci ildə 1-ci Napoleonun qardaşı Josef Napolyon İspaniya kralı elan edildiyi gündür. 15 iyun 1836-cı ildə Arkansas Amerika Birləşmiş Ştatlarının 25-ci ştatı kimi qəbul edildiyi gündür. 15 iyun 1864-cü ildə Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsi zamanı Virginiyada Petersburg şəhərinin mühasirəsinə başladığı gündür. 15 iyun 1896-cı ildə Yaponiyada ən sarsıdıcı, dağıdıcı tsunami nəticəsində demək 22 min nəfər həyatını itirdiyi gündür. 15 iyun 1994-cü ildə isə İsrail və Vatikan arasında diplomatik əlaqələr qurulduğu gündür. 15 iyun 1997-ci ildə Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd edilməyə başladığı gündür və bu 15 iyun Milli Qurtuluş Günü kimi qeyd olunmasında mərhum Heydər Əlizoğlu Əliyevin əməyi böyükdür. Allahdan qəni-qəni Heydər Əlizoğlu Əliyevə rəhmət diləyirəm. Heydər Əlizoğlu Əliyevin dediyi cümləni demiş oluram. Azərbaycan xalqının müstəqilliyi əbədidir, daimidir və Heydər Əlizoğlu Əliyevə həsr olunmuş şeir deyirəm. Zəminə Bayramovadan Azərbaycan adını, Azərbaycan xalqını dünyada tanıtdıran Heydər atamız oldu. Bununla yanaşı isə Azərbaycana aid də şeir demiş oluram. Şeir belədir, ürəyimsən, döyünürsən sinəmdə, odlar yurdum, nəfəsimsən sən mənim, qürurumsan, damarımda qanımsan, Azərbaycan mənim ana vətənim. İlham Əliyev də bugün deməli Milli Qurtuluş günümüzü beləcə davam etdirir və İlham Əliyevə də aid şeir demiş oluram. Şeir belədir. Xalqın seçimidir İlham Əliyev, ilhamla irəli dedi xalqımız, ondan başqasına yoxdur şansımız, onunla yüksəlir bu rifahımız, sönməz bir günəşdir İlham Əliyev.
Və beləcə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə hər birimizi təbrik edirəm və hər birimizə can sağlığı, hər bir işdə uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Daima Azərbaycan adını, daima Azərbaycan bayrağını yüksəklərdə dalğalandıraq. Dinlədiyiniz üçün təşəkkür edirəm.